Salam əziz oxatanlar, gəlin 6-12 iyul tarixlərini əhatə edən bu xüsusi həftədə ulduzların sizin üçün hazırladığı bələdçiliyə birlikdə nəzər salaq və həyatınızın ritmini tutaq. Bazar ertəsi, yəni iyul ayının 6-sı səhəri gözlərinizi açdığınız andan etibarən daxili dünyanızda böyük bir azadlıq eşqi, optimist yanaşma və yeni üfüqləri kəşf etmək istəyi hiss edəcəksiniz. Oxatan bürcünün o alovlu, macerapərəst və hər zaman böyüməyə can atan enerjisi həftənin ilk günündə tam gücü ilə aktivləşir və idarə edici planetiniz olan Yupiter sizə böyük bir vizyon bəxş edir. İş mühitində, təhsil həyatınızda və ya gələcək hədəflərinizdə böyük miqyaslı layihələrə başlamaq, baxış bucağınızı genişləndirmək və beynəlxalq əlaqələri gücləndirmək üçün qarşınıza çox gözəl, parlaq fürsətlər çıxacaq. Ətrafınızdakı insanların kiçik detallara qapılıb qalması, qorxuları və ya plansızlığı sizi daxili həvəsinizdən və motivasiyanızdan yayındırmamalıdır. Çünki sizin o böyük rəsmi görən, inam dolu və fəlsəfi duruşunuz bugün həm özünüzü, həm də komandanızı uğura aparan əsas amil olacaq. Lakin burada diqqət yetirməli olduğunuz ən vacib məqam həddindən artıq dürüst olub qarşı tərəfin qəlbinə dəyməmək, həmçinin eyni anda bir neçə böyük işə qaçaraq enerjinizi parçalamamaqdır. Fikirlərinizi ifadə edərkən daha mülayim, dəstəkləyici və diplomatik bir dil seçmək sizə sosial mühitdə böyük bir hörmət və nüfuz qazandıracaq. Coşqun enerjinizi tamamilə yaradıcı və real işlərə yönəltmək günün sonunda özünüzü çox məhsuldar hiss etməyinizə şərait yaradacaq. Zehni və fiziki yorğunluğu azaltmaq, bədənin gümrahlığını qorumaq üçün gün ərzində bol su içmək və kiçik fasilələr vermək olduqca faydalıdır. Çərşənbə axşamına, yəni iyulun 7-nə keçid etdiyimiz an diqqətiniz biraz daha maddi məsələlərlə, şəxsi büdcəniz, gəlirləriniz və gələcəyə yönəlmiş investisiya planlarınızla bağlı sahəyə tam gücü ilə yönəlməyə başlayacaq. Pul mövzusunda bəzən çox əliaçıq, xeyirxah və risk etməyi sevən bir bürc olaraq, bugün gəlirlərinizi necə artıra biləcəyiniz, mövcud resurslarınızı necə daha səmərəli istifadə edə biləcəyiniz barədə olduqca strateji, məntiqli və ağıllı fikirlər formalaşdıra bilərsiniz. İş mühitində rəhbərliklə maliyyə şərtlərinin yaxşılaşdırılması, maaş artımı və ya yeni layihələrin maddi tərəflərini müzakirə etmək üçün çox uğurlu və əlverişli bir ünsiyyət zəmini yaranacaq. Ola bilsin ki, xaricdən, uzaq səfərlərdən, təhsil layihələrindən və ya hüquqi məsələlərdən gələn gözlənilən bir maddi qazanc və ya sənədin təsdiqlənməsi bugün gündəmə gəlsin və sizi sevindirsin. Ulduzlar sizə məsləhət görür ki, anlıq emosiyalarla, macəra həvəsi ilə və ya sadəcə vizual lüksə qapılaraq plansız xərcləmələr etməkdən qaçasınız və büdcənizin balansını qoruyasınız. Öz peşəkarlığınızı, qazandığınız təcrübəni və işinizə qatdığınız o geniş vizyonu tam bir özünə güvənlə ortaya qoymaqdan çəkinməyin. Çünki öz dəyərinizin fərqində olmaq bugün sizə maddi şərtləri öz xeyrinizə dəyişmək üçün böyük bir üstünlük qazandıracaq. Həftənin ortası, yəni 8 iyul çərşənbə günü gəlib çatdıqda, ünsiyyət kanallarınızın son dərəcədə aktivləşdiyini, yaxın ətrafınız, qonşularınız, yaxın dostlarınız və ya bacı qardaşlarınızla olan münasibətlərinizin tam mənada sürətləndiyini görəcəksiniz. Çoxsaylı telefon zəngləri, cavablandırılmalı olan rəqəmsal mesajlar, e-maillər və qısa müddətli, lakin olduqca vacib və səmimi görüşlər gününüzün əsas ritmini təşkil edəcək, sanki hər kəs eyni anda sizin o pozitiv enerjinizdən, optimist baxışınızdan və məlumatınızdan yararlanmaq istəyir. Yeni məlumatlar toplamaq, öyrənmək, fərqli fəlsəfələri, dinləri və ya xarici dilləri araşdırmaq, intellektual səviyyənizi artıracaq kurslara yönəlmək üçün mükəmməl bir zamandır. Əgər yazı yazmaqla, rəqəmsal məzmun istehsalı, ticarət, təhsil, media və ya logistika ilə məşğulsunuzsa, bu çərşənbə günü sizin üçün yeni müqavilələr imzalamaq, kütlələr qarşısında heyran edici çıxışlar etmək və ya gələcək layihələrinizin möhkəm təməlini qoymaq baxımından inanılmaz dərəcədə məhsuldar keçəcək. Sözlərinizin daxili inandırıcı gücünə və dürüst təsirinə inanmalısınız, çünki bugün ifadə qabiliyyətiniz o qədər aydın və cəlbedici olacaq ki, ən qəliz məsələləri belə qarşı tərəfə rahatlıqla izah edə biləcəksiniz. Sadəcə fərqində olmadan boş müzakirələrə və ya dedikodulara qoşulmaqdan uzaq durmalısınız ki, dəyərli zehni enerjiniz tükənməsin. İyulun 9-u, cümə axşamı günü ünsiyyətin o baş gicəlləndirici sürətindən sonra ruhunuz tam mənada bir sakitlik limanı, daxili bir hüzur və ailə ocağının istiab havasını axtarmağa başlayacaq. Çünki xarici dünyanın səs-küyündən sonra sizin də daxili dünyanızı yeniləməyə ehtiyacınız var. Bugün xarici dünyanın bütün öhdəliklərini, iş stresini və sosial medianın gərginliyini qapının arxasında qoyub öz şəxsi məkanınıza, doğma yuvanıza və ailənizə çəkilmək istəyi daxilinizdən gələn ən güclü səs olacaq.
Evinizdə rahatlıq, genişlik və nizam yaratmaq, bəlkə kiçik bir dekorasiya dəyişikliyi etmək və ya ailə üzvləri ilə birlikdə səmimi bir süfrə arxasında əyləşib dadlı bir yemək yemək günün ən yadda qalan və ruhunuzu şəfalandıran anları ola bilər. Valideynlərinizlə, yaxınlarınızla və ya evdəki insanlarla keçmişdən qalan, bəlkə də yarımçıq qalmış anlaşılmazlıqları çox mülayim, səbirli və empatiya dolu bir dillə həll etmək üçün ulduzlar sizə maksimum dəstək verir. Daxili dünyanızda uşaqlıq xatirələriniz yenidən canlana bilər ki, bu da sizə köklərinizin nə dərəcədə əhəmiyyətli olduğunu və ailənizin sizin üçün necə böyük bir mənəvi qala olduğunu xatırladacaq, həmçinin ev alqı-satqısı, təmir və ya daşınmaz əmlakla bağlı rəsmi işləriniz varsa, bugün sənədləri araşdırmaq və gələcək planları ailə böyükləri ilə müzakirə etmək üçün çox uğurlu bir zəmindir. Cümə günü, yəni 10 iyul tarixində kainatın enerjisi sizin üçün tamamilə şənlənir, rənglənir və həyatınıza böyük bir eşq, parlaq bir romantika, yaradıcılıq, hobbilər və saf sevinç dalğası gətirir. Çünki ulduzlar sizin o coşqun təbiətinizi tam gücü ilə işıqlandırır. Əgər subaysınızsa, daxili xarizmanızın, o pozitiv oxatan enerjisinin və səmimi şarmınızın pik həddə çatacağı bu gündə qarşınıza çıxacaq yeni bir insan dərhal diqqətinizi çəkə bilər, distraksiyon və aranızda çox dərin, intellektual və həyəcanlı bir qığılcım yarana bilər. Münasibəti olan oxatanlar üçün isə bugün partnyorları ilə birlikdə rutin işlərdən uzaqlaşaraq tamamilə əyləncəyə, romantikaya və birlikdə keyfiyyətli, unudulmaz vaxt keçirməyə yönəlmək üçün mükəmməl bir fürsətdir. Sevdiyiniz insana qarşı olan duyğularınızı bütün səmimiyyətinizlə, kiçik sürprizlərlə ifadə etmək aranızdakı güvəni sonsuz dərəcədə artıracaq. Yaradıcı sənət növləri ilə məşğul olanlar, rəsm, musiqi, yazı, dizayn və ya fərdi hobbiləri ilə maraqlananlar üçün bu cümə günü sanki ilham pərilərinin sizinlə birlikdə hərəkət etdiyi bir gün olacaq, ağlınıza gələn fərqli, rəngarəng və orijinal fikirləri real həyata köçürməkdən çəkinməyin, çünki daxili uşağınızı sevindirmək bütün həftənin yorğunluğunu ruhunuzdan tamamilə silib atacaq. Şənbə günü, yəni iyulun 11-i gəldikdə, gündəlik həyatınızın təşkilati işləri, iş mühitinizdə və ya evinizdə yarımçıq qalmış kiçik, lakin vacib öhdəliklər, sənədləşmələr və fiziki bədəninizin sağlamlığı məsələləri ön plana çıxmağa başlayır. Həftə boyu o qədər sosial, emosional və yaradıcı olaraq aktiv olmusunuz ki, bədəniniz sizdən biraz diqqət, qayğı və xüsusi sevgi tələb edə bilər, ona görə də şənbə gününü bədəninizin səsinə qulaq asmağa, qidalanma rejiminizə xüsusi diqqət yetirməyə və fiziki olaraq yenilənməyə həsr etmək çox yerində bir addım olacaq. Xüsusilə qaraciyər, bud və omba nahiyələrinizə diqqət yetirmək, təbii, təmiz, yüngül qidalara və bol sulu detoks proqramlarına üstünlük vermək enerjinizi sürətlə bərpa etməyə kömək edəcək. Eyni zamanda iş masanızı nizamlamaq, rəqəmsal fayllarınızı qaydaya salmaq, evdəki kiçik dağınıqlıqları aradan qaldırmaq və qarşıdan gələn yeni həftənin iş qrafikini detallı şəkildə qurmaq sizə böyük bir daxili rahatlıq və nəzarət hissi bəxş edəcək. Gündəlik həyatda əməkdaşlıq etdiyiniz və ya xidmət aldığınız insanlarla ünsiyyətdə daha səbirli, detallara önəm verən və köməksevər bir yanaşma nümayiş etdirmək ətrafınızda böyük bir hörmət qazanmağınıza səbəb olacaq. Və nəhayət, bazar günü, yəni 12 iyul tarixində həftəni yekunlaşdırdığımız bu son gözəl gün ikili münasibətlər, evlilik, ciddi tərəfdaşlıqlar və qarşılıqlı güzəştlər sahəsini tam mənada işıqlandırır. Çünki ulduzlar diqqətinizi tamamilə qarşı tərəfə yönəltməyi məsləhət görür. Bugün həyatınızdakı ən vacib insanla, istər sevgiliniz, istər həyat yoldaşınız, istərsə də biznes sahəsindəki ən yaxın ortağınız olsun, təkbətək, səmimi, dürüst və gələcəyə yönəlmiş dərin söhbətlər etmək, qarşılıqlı hədəfləri və gözləntiləri tam bir netliklə müzakirə etmək üçün ulduzlar sizə maksimum dəstək nümayiş etdirir. Qarşı tərəfin ehtiyaclarını, daxili qorxularını və arzularını ürəkdən dinləmək, hadisələrə yalnız öz pəncərənizdən deyil, həm də onun gözü ilə baxmağa çalışmaq aranızdakı o görünməz mənəvi körpüləri daha da gücləndirəcək və yarana biləcək hər hansı bir gizli incikliyi, anlaşılmazlığı kökündən yox edəcək. Əgər keçmiş günlərdə hər hansı bir fikir ayrılığı yaşamışsınızsa, bu bazar gününün sülhsevər, balanslı və birləşdirici enerjisi sayəsində ortaq məxrəcə gəlmək, yenidən əl-ələ vermək çox asan olacaq. Bütün həftənin gərginliyini sevdiyiniz insanın hüzur verən varlığında atmaq ruhunuzu tam mənada yeniləyəcək və kainatın sizə bəxş etdiyi bu möhtəşəm təcrübələri sevgi və şükranlıqla qəbul edərək qarşıdan gələn yeni həftəyə tamamilə hazır, motivasiyalı və güclü şəkildə daxil olmağınızı təmin edəcək. Həftəniz sevgi dolu, macəralarla zəngin və hüzurlu keçsin, ulduzların parlaq işığı hər zaman yolunuzu aydınlatsın.